Tanrı inadı ilə Cəhalət mühəndisliyinə qələbə proqramının 199-cu bölümünü açırıq. Şükür olsun Allah təbarək və teala'ya. İnşallah ömür verirsə bunun daha davam edəcəyik. O qədər davam edəcəyik ki, ta özümüz türk dilində və türkün əl yazma kitablarını oxumaqda və hətta bəzən təxəssüsi kitabların dərk eləməkdə, düşünməkdə, oxumaqda bir yaxçı yerə yetirən özümüzü yetirək. Bir neçə kərə ərz eləmişəm, bir dəfə də ərz eləyim. İnsan heç bir şeyi müftə ələ gətirə bilmir. Bəzi şeylər özümüzün iradəmizdən kənardadır, dışarıdadır. Onları biz özümüz ələ gətirmirik. Onların olub-olmamağı iftixar deyil. Məsələn, dədə-nənəmiz pulludular, ölürlər, oradan bizə miras qalır. Ya bizi yaxçı mədrəsəyə qoya bilirlər, çünki pulları var, böyük yaxçı mədrəsələrə göndərə bilirlər, yaxçı dolanmağa gedə bilirik, yaxçı paltar giyə bilirik, yaxçı bahalı yeməklər ki, fərqi yoxdur yeməklərinin, amma yer, məsələn, kilas deyirlər də adına, kilas qoyarıq, yemək yeyirik, yoxsa nə fərq edəcəkdir? Çörəyi harada yeyirsən ye, düyünü harada yeyirsən ye, ya əti harada yeyirsən ye, o fərq eləmir. Ərz eləyim xidmətinizə, gözəllikdir, boydur, buxundur, bunlar hamısı sağlığın bir bölümləridir. Bunlar heç birisi özümüz gətirmirik əlimizdən. Onların getməsi də yenə öz əlimizdən deyil. Məsələn, Allah göstərməsin təsadüf olan, Allah göstərməsin od tuta, Allah göstərməsin bir mərizçilik üz verə, bunlar əldən gedə bilir. İftixar o şeylərə eləməlidir ki, onları özümüzün zəhmətimizlə, cəsarətimizlə ələ gətiririk və o iqtisadda ərziş-i əfzudə deyirlər də, yəni bir üstünlük qazandırırıq, ona bir qiymət, bəha üstünə çoxaldırıq. Bir daşı o qət sürtürük, ondan işləyirik, onu üzüyə çeviririk, onu midala çeviririk, onu bir işə çeviririk, ondan bir pul qazanır. O izafi olur, yəni daşı xiyabanda kəsə almaz, amma onu çevirsən bir işə alar. Bu olur bizim o işimizin üstünə qiymət gətirmək. Bizim də türk dilində, türk uyğarlığında, türk dilinin uyğarlığında, türk yazı uyğarlığında, türk düşüncə uyğarlığında, türk din uyğarlığında, türk anlayış uyğarlığında, türk insanlıq uyğarlığında, türk hüquq uyğarlığında, türk siyasət uyğarlıqlarında əgər bunlara diqqət eləsək, bunları öyrəşmək, bunlarla təxəssüsi vəziyyətdə tanış olmaq çox bir böyük ərzişdir, bir böyük qiymətdir ki, özümüzün üstümüzə gətiririk. Bu çox-çox önəmlidir. Bu yolda mən keçənki cələsədə, yəni 198-ci cələsədə bir dənə türk dünyasının uyğarlığından, yazı uyğarlığından, düşüncə uyğarlığından və iş uyğarlığından bir kitabla tanış oldum ki, orada 161 hünər haqqında danışır. Kitab yazı zamanı 1261 ya 1291 ilindədir. Yəni, ya 156 il bundan öncə yazılıbdır, ya 186 il bundan öncə yazılıbdır. O zamanlar yazılıbdır və 161 hünər haqqında danışır. Və bu hər hünər gedir şiimi üstünə. Yəni, bəzən baxıram, görürüm ki, mən ki, bilmirəm bunların, yəni, mən hünər bir şey bilmirəm ki, bizə deyəndə hünər, ya çox gəlsə, musiqi gəlir, musiqinin müxtəlif bölümləri vardır, onları da bilmirik. Teatr gəlir, sinema gəlir, nəqqaşı gəlir, miniatür gəlir, fərş nəqqaşısı gəlir. Fərşin özündə əgər hünər qoysaq, o da gələ bilər. Daha nə mənə vardır? Teatrıdır. Yəni, bunlar qutardı getdi. Yəni, amma burada 161 hünərdən söz edir
Və bunların hər birisinə nə qədər filan maddə lazımdır, nə qədər filan, nə qədər filan, nə qədər filan, bunları necə qatacaqsan, bunları nə qədər məsələn suda saxlayacaqsan ya nə qədər avışdıracaqsan, nə qədər filan olacaq, şimyai vəzləri deyir, ta bundan sən bir o ki, o hünərdə lazımdır, o nələ gətirəcəksən. Cəlibdir, mən bilmirdim, məsələn, qızılı, gümüşü, ondan sonra poladı, poladdan sonra qəl'i, zərnixi, çoxlu, yəni dəmir adında olanlardan nə cür bunlardan hünərdə istifadə olunur, o zaman yazılıb. Bir dənə millətin 161 sahədə hünər ola özü, o əsrində hünər deyə ona və onun yanında işlər var, yəni yüzlər iş var. Yəni mən hünəri bilməyən yerdə işləri də bilmirəm zaten. 150-161 hünərdən danışan bir millət həttəmən bunun 2 qatı, 3 qatı, 5 qatı daha şey var, iş var da əlində. Amma mütəəssifانə bizlərin xəbərimiz yoxdur. Niyə ki, bizim beynimizi keçən 250 ildə yavaş-yavaş torpaqlarımızı necə işğal ediblər, beynimizi də işğal ediblər. Onun üçün də biz hər şeyi bunlara baxırıq. Məsələn, mən düşünürəm, niyə hər vaxt biz istirik, məsələn, bir siyasi qonudan danışaq, danışqahlarda xüsusən, qeydirik Avropada, Avropalıların filan bir konferansına, bir seminarına, bir üç tərəfli yazılarına istinad edirik. Elə bir ki, tarix boyu bunlar fəqət savaşıblar və sülh eləyiblər, ya barışıq eləyiblər, ya məsələn bir qərardat qoyublar, ya bir müqavilə yazıblar, ya bir konvansiyon düzəldiblər ki, o burada bunların dövlətlər arası haqları bəlli olubdur. Elə İslam, yəni ərəblər dövləti və Türk xilafəti, İslam xilafəti və Türk xilafəti, İslam ərəb xilafəti, İslam-Türk xilafəti. Bunlar da savaşa giriblər. Bunlarla da savaşa giriblər. Məğlub olublar, məğlub eləyiblər. Qələbə çalandan sonra ya çalmamışdan müqavilələr yazılıb, siyasi müqavilələr. Qonşuluq müqaviləsi, dövlət araları müqaviləsi. Məsələn, mən biri ilə savaşacağam, sənin haqqın yoxdur, ya barışacağam, sənin haqqın yoxdur, ona köməklik eləyəsən, siyasi, nizami, filan, bəhman ya. Bunları nədən məsələn biz özümüzünkilərə istinad eləmirik? Tarixdə fəqət onlar müqavilə yazıblar. Yəni ulum siyasiyə baxırsınız, əslən tamam danışıqların hamısı budur ki, şərq dövlətləri və millətlərinin elə bir ki, nə savaşı olubdur, nə sülhü olubdur, nə ittihadları olubdur, nə məsələn siyasi, iqtisadi, hüquqi dənizlərin üzündə, su üzündə, dağların üzündə, torpaqların üzündə elə bir şey, heç bir şeyləri yoxdur. Kəvir-i mütləq burada adam yaşamırmış. Biz istəyirik ki, insanlıq tarixindən bir şey öyrənəcəyik, yaxud Avropalılara yapışaq. Bu niyə belədir? Mən bunu İranda görmüşəm, mən Türkiyədə ya o birisi məmləkətdə də dərs oxumadığım üçün bilmirəm. Hər halda Kanadada üçün özü Avropanın üstündə hesab olur. Amerika da o cürsə. Bunlar o özlərinə haqq bilirlər ki, ora getsinlər. Amma biz niyə? Biz türklər, ərəblər və o birisi millətlər ki, o bölgədə yaşayırlar. Onlar niyə öz tarixləri yoxsa, Avropalıların tarixləri ilə gedirlər? Bunları düşünmək üçün, bunları bilmək üçün, bunlara istinad eləmək üçün, bunları önə çıxartmaq üçün və özümüzü bir dünya gücü və bir millət və bir düşünür, bir haqq, hüquq yazan kimi göstərmək üçün və anlamaq üçün və tanımaq üçün özümüzü məcburuq ki, qeydaq o əski əlyazma kitabları ki, düşmənlərimiz əl aparmayıblar içinə, onları oxuyaq. Mən bu işə başlamışam 199-cu bölümündəyəm. Bunu, yəni ən azından 300-ə yaxın türk kitabı ilə tanış olmuşam, adlarını bunları demişəm və dostlarımız əgər istəyirlər, hətta düşmənlərlə, müxaliflərlə danışarlar, bu kitablara istinad eləyə bilərlər. Yəni mümkündür indiyəcən kitabların özlərinə ya əlləri tapmırdı, ya mənə mənim də əlim çatmırdı. Amma indi bu fürsət var ki, eləyə bilək bu kitablara, bu 199 cələsənin kitablarına müraciə eləyək, deyək ki, filan, məsələn, hünərdə dünənləri kitab görmüşük ki, türklər yazıblar, 161 hünərin haqqında
dərin kitab yazıblar. Mən o haqda da bir müqəddimə yazdım ona, qoydum. Çox bir məncə cəlib bir kitabdır. Gedək görək bugünkü hansı kitab şansımıza çıxır, onu bu günləri oxumağa çalışaq və bir şeylər öyrənək. Gedək görək ki, aşağıda nəsihətnamələri oxumuşuq. Dünənləri Məcmuətü Sənaye adlı kitabı oxuduq. Ki, dedik, ən 2 tarix üzərində bəhs elədik ki, bu hansı tarixdə yazılıbdır. Kitabın özünün axir səhifəsində yazıbdır ki, 1261, bu 60 kəlməsi yaxçı düşmədiyi üçün ki, 91 də bənzir, 61-ə də bənzir. Onun üçün ya 186 il, 186 il öncə, ya 156 il öncə kitab yazılıbdır. Bu günləri görək, Füzulidən bir xətti kitab müəllifi tanıdırıq. Mən də bunu görməmişəm, görək ki, əlbəttə Füzuli Həzrətlərinin çoxlu kitabları, mən xüsusən bir dənə kitabını burada oxuduq. Bu fikrim 3-cü kitabdır, Füzulidən görürük. Biri tərcümə idi Camidən, əgər səhv eləmirsəm, biri özünün şeiri idi və bu bir ayrı kitab ola, ya həman kitablardan biri ola, bilmirəm. İndi baxaq, bu kitab, əvvəl baxırıq zahirinə görək bu kitab nə cürdür. Bunun bir gözəl cildi var, gönnəndir, dəridəndir. Bu dərinin üstündə 2 rəhlidir özü də. Bir qismətlərinə haşiyə deyirlər, türk dilində haşiyə deyirlər, ərəbcə sözdür əlbəttə. Bu haşiyəsi çox bir gözəl bərcəstə deyirlər indi farsça, yəni bu qazma deyək. Qazma şeylər var, nəqqaşilər vardı, ağ qərə və ortası qırmızı şərab rəngində və 3 dənə də yenə bunun ortasında qazma vardı ki, ehtimalən üstlərində yazı varmış, amma çox uzun zaman işləndiyi üçün kitab aradan getmiş olur. Bəllidir, kitabın köhnəlməyi hər yerindən tökülür ki, çox köhnəlibdir. İkinci səhifəyə gələndə görürük ki, bu İran deyilən yerdə Kitabxane-i Məclis-i Şurayı Milli, İran yoxdur burada. Görürsünüz, İran Məclis-i Şurayı Milli var. Kitab-ı Divan-ı Füzuliyə Bəğdadi. Müəllifin yazmayıbdır, cəlib budur ki, Füzulinin kitabı, amma müəllifin yazmayıb kimdir. Mövzusunu da yazmayıb kimdir. Məsələn, şeiridir və burada bir şümarə qoyubdur, 49-87. Bazid şod kitabı o zaman ki, gəliblər təsfiyə eləyirlər 1382-də, yəni 22 il öncə. Bu kitabı istirmişlər, görək, kitabxanada bəzi kitablar var ki, bunları yandırmalıyıq, atmalıyıq, tutmalıyıq. Gəliblər onda bunu bazirəsi eləyiblər. Kitabın cildi açandan sonra cildin içində yenə bir nəxşə görürük, cildin üstündə gözəl bir nəxşədir. Altı elə bir ki, ox mərkəzdən qıraqlara gedir və gözəl bir nəxşəsi vardır. Sürət ilə baxaq bura, kitabın ortasında diqqət eləsəz, ortası ki, Şirazə deyirik, ora biraz cırılıbdır və cırılan kimi olubdur. Burada görürük kitabın ölçməyə başlayıblar. Kitabın boyu 21 santimetrdir. Eni isə nə qədərdir? Görək ki, eni nə qədərdir? Kitabın enin görsətmir burada. Ya Əli, ya Məhəmməd. Bunu soralar yazıblar. Ya soralar bəllidir. 1323-də yazıblar bunu. Tarix qoyub. O Əlini, Məhəmmədi ki, yazdığı yerdə bir tarix də qoyubdur. Orada bəllidir ki, o tarixdə bu adam kitab sahibi istirmiş xəttin şey eləyə. Məclis-i Şurayı İslaminin bir daha möhrünü görürük, amma bu möhür o qabaqçı möhür deyil. Bu əvvəllərdə olan möhürdür. Cəlibdir, elə nəzərə gəlir ki, kitabxananın təsisinin tarixi fərqlidir. Yəni, bunu saxlamalıdır, adam bilə. Məsələn, mən bunu bilmirəm, harada saxlaya bilərəm. Məclis-i Şurayı İslami təsis 1302. Ya 1306 da oxuya bilərik. Əgər görün, bu biraz nədir görsənir, onu. İki oxunur çox.
çox içi oxunur. Kitabxanə. Bu möhür ehtimal verirəm ki, tarix, təsis bunu yazıblar. Elə bir mənim yadıma gələn olursa, başqa bir yerlərdə fərqli yazmışdılar bunu. Yəni elə bir ki, məclis qurulandan sonra 1285-də məclis qurulub. Mən biləm. Bu necə ola bilər ki, 1202 olmaz. Onda 1302-dir bu. 1302. Amma mənim yadımda əgər qalsa elə bir şey kitabxana məsələn biraz tez düzəlib, amma bilmirəm. Hər halda qoy bunu gedim Google-dən soruşum da. Ən yazıqdır ki, تاریخ تأسیس کتابخانه مجلس شورای ملی. Kitabxana Şurayı Milli 1285 şəmsidə. Baxın görürsüz. Burada yazıb Kitabxana Məclis Şurayı Milli در 1285 şəmsi همزمان با تأسیس مجلس شورای ملی افتتاح شد. این کتابخانه برای تعمیر منابع مطالعاتی نمایندگان مجلس تأسیس شد و در ابتدا شامل مجموعه‌ای از کتاب‌ها و نشریات بود. تاریخ تأسیس 1285 شمسی. هدف فراهم کردن مطالعات کتاب‌ها و نشریات. Əgər diqqət buyursanız görürsüz ki, cəliyyat beləsi olur. Yəni biz bu cəliyyatı mənim də zehnimdə belə bir şey var idi. Görürük ki, burada taza bir möhr qazdırıblar. Bu möhrüdə tarixin, kitabxananın quruluş tarixin 1302 yazıblar. O halda ki, ya 1302 bəli, 1302 yazıblar. O halda ki, elə məclis qurulan zaman, yəni 1285-də ki, məclis qurulubdur. O da məclis məşrutə deyir. Məclis-i Şura, yəni məşvərət məclisidir. Şura burada məşvərət anlamındadır. Bir də bizə deyiblər ki, bu məclis adı, yəni məşrutə ya məclisin adı ingilislərdən gəlibdir. O da yalandır. Biz də bunu Osmanlıdan almışıq. Çünki Osmanlı nə cür eləyibdir, biz də eyni onun işini görmüşük. Çünki biz əslində Osmanlının bir parçası yox. Tamam. Keçək o birisi səhifələrə baxaq. Görürsəz, kitab çox qərəlibdir. Bəllidir ki, bu çox işlənibdir. Ya da arxasında nəqqaşlığı varmış, o nəqqaşlığı gedib. Amma kitabın hər yeri belədir. Onun üçün, əlbəttə, biraz bu yazı olan yerlərin şeyi görmüşük. Əlbəttə, bir dənə ayrı kitab gördük ki, orada kitab nəqqaşlığı olubdur, yazı olan yer. O yazılar yazılanda onun elə bir buludların içində yazılır. Burada belə nəzərə gəlir ki, arxası, yazıların arxası əvvəl bir ayrı rənginə biraz rəhlənibdir, sonra yazı yazılıbdır. Bu da bais olubdur ki, kitablar məsələn biraz fərqli görsənir. Burada görürük ki, tamam yazılar şey içində var. Cəlibdir, bunun bir dənə də elə bir müqəddəməsi var. Bu müqəddəməsini həttəmən oxuyarıq, görürük ki, bu nədir? Əvvəli şeirdir, sonra da bir müqəddəməsi var, yəni nəsridir. Onu oxuyarıq, görürük ki, nələr yazıbdır, bu çox cəlibdir. Kitab kollən 2 səhifəni açanda belə, kitabın 2 səhifəsini bir dənə çərçivə içinə salıbdır. Sonra da hər səhifədə olan yazını, əlbəttə səhifələrin hamısında bir boyda, bir endə çərçivələr düzəldibdir o yazının və şeirin dövrəsinə ki, ən başdakı yazı A-bı, ikinci hər səhifənin özünün çərçivəsinin başı A-bı, onun altında ağ, onun altında qəhvəyi, onun altında biraz böyük ağ, onun altında qəhvəyi qərə və sonra da şeirləri və misrələri də yenə kadrla, çərçivə ilə bir-birindən ayırıblar. Cəlib bir şeyi var, görüntü veriblər. Bu görüntü çox gözəldir. Kitab, dediyimiz kimi Füzuli Həzrətlərinin kitabıdır. PDF-in üstündə yazıldığı nömrəyə görə, yəni PDF göstərdiyinə görə bu 79 səhifədir. Bunun üçün PDF-də hər iki səhifəni bir səhifədə görürük, kitabın 2 səhifəsini bir səhifədə görürük. Bu 2 qat eləməliyik. 160 səhifədən 2 dənə əskik tutsaq olacaqdır
150 üzrəm 180-dən 2 dənə əskiyə tutsaq olacaqdı 178 səhifəlik bir kitabla üzbəüzük. Ki bunun bir çoxu da dediyim kimi buracan görürəm ki müqəddəmə idi. Burada qutardı müqəddəmə. Zahirən baxın, birinci bölüm qutardı. Kadrın içində, yəni o şeyin içində 2 dənə gül çəkiblər. Biri kitabın o yazının özü içindədir, biri də aynı ona tay, amma biraz eşik, əlbəttə biraz fərqlidir güldür. Eşiyində, kadrın eşiyindədir. Yəni elə bir ki, şeiri oxuyanda ya bu şair, ya oxucu, ya o kitab bir gül kimi açır, amma çərçivə içində açır. O çərçivə nədir? Türk düşüncəsi, İslam düşüncəsidir. Onun qırağına da çıxa bilir. Yəni, onun eşiyində də bir kiçik gül aça bilir. Yəni, eləyə bilir ki, İslam dünyasından və Türk dünyasının eşiyə də baş uzaldıb, orada da çiçəklənsin. Bu müqəddəmədən sonra şeir yenə başlanır və biz bu şeirləri eyni həman vəziyyətdə çərçivə içində davam edir. Bəzən bu üstdəki o 2 səhifənin çərçivəsi qırmızıdır, bəzən də abıdır. Əlbəttə, bəzən də görürsünüz, səhifələrdə o şeylər bir-biri ilə cür gəlmir, aşağı üst olublar. Burada cəlibdir. Burada da görürük ki, bir şeir yazılmış. Bu şeirin yazanlar, yəni şair yox, yazanlar, yəni nüsxə götürən də, o ki, adam ki, bu kitabı bir əsli bir yerdə götürübdür, ondan əlyazma yazır, yəni əli ilə yazı yazır. Bu 2 beyti yadından çıxadıbdır. O 2 beytə eşikdə bir kadrı çəkiblər hərəsinə. Ayrı-ayrı, hər kadra yenə eyni, elə bu cür ki, bu kadrı çəkiblər, yəni çərçivə çəkiblər, eyni o çərçivənin rəngindən eşikdə bir kiçik çərçivələr çəkiblər, o çərçivələrə o beytləri yerləşdiriblər ki, yəni bunlar yaddan çıxıbdır. Biraz sürət ilə gedirəm. Bəzən görürük, kitabın ortası görürsünüz, burada cırılıbdır, yəni Şirazi cırılıbdır, amma kitab çox da yıpranmayıbdır. Bəzən də qıraqlarında bir yazılar görürük. Allaha 1000 mərtəbə şükr eləyim ki, İlahi, sənə şükr olsun, mənə ömür verdin, bu günü də yarı ölüm dediği yuxudan ayıtdın və bir dünya nemətlər verərək bu neməti də verdin. Türk kitabının daha bir başqa kitabı ilə tanış olmaq fürsətini mənə yaratdın. Mən dünəndən özümə və türklüğümə çox qərraqlanıram. Heyf olsun ki, bizlər bunları görməmişik, düşünməmişik. Nə gözəl şeirlər də burada görürəm yazılarına, fəqət adam baxanda həzz edir. Kitabın sonunda bir ya əli ilə, əlbəttə əli ilə, yası yoxdur. Ondan kitabı qutarırıq və elə axiri də əvvəlinə tay olur. Qeydaq kitabımızın əvvəl səhifəsindən təzəşdən oxumağa başlayaq. Fuzuli. Görək bu Fuzulidən nə yazıblar burada? Birinci səhifənin başında. Biraz bu səfələri yekəldikcə oxuya bilək. Tabəsini gördüm. Tabəsini gördüm niqara. Azərkilər. Azərkilər. Mar olmadı. Azərkilər yar olmadı. Gerçi yar oldu və leykin yar qəmxar olmadı. Tamam, bu biraz kəci oxudum, oxuya da bilmədim. Yenə də burada təzəşdən bir ayrısını da yazıb. Kitabxanayı mən. Bu da bu 3-cü möhürdür. Üstdəki bu səhifədə 2 dənə möhür görürük. Yəni 2 dənə möhür deməyək. Biri burada Məclis Şurayı Millinin adına bir kağızdır, möhür deyil. Çapdı yazıblar, vurublar kitabın üstünə. Burada da 2 möhür görürük, 3 möhür görürük. Biri, ikisi Bazdi Tişod. Bu birisinin tarixi bəlli deyil. 2 dənə Bazdi Tişod var və üçüncüsü Tarixi Kitabxanı Məclis Şurayı İslamiyə. Bu da Şurayı İslamininkidir. Bəharistandır, nədir? Baxın, bu görün izafə eləyibdir. Məclis Şurayı İslamiyə Bəharistandır ehtimalən. Burada da aşağıda bir şey yazıblar. O Armiki Cumhur İslami'nin adıdır. Onun da daire-i
بنیاتیک تأسیس 1306 یا 1302. Gene burada da onu daireye fonetik, bünyatik oxunmur yaxçı, amma biraz bunu keçsək bəlkə filmotik daireye nilmotik filmotik bilmirəm, təxəssüsü bir söz olacaqdı, onu bilmirəm nədir. Ehtimalən orada Cumhuri İslami yazılıbdır ki, o da oxunmur, heç birisi oxunmur. Gedək görək ki, şeirin özü nə deyirdi? Biraz da bu şeirə, gedək kitabın özünə. Tamam, bu da ikinci səhifəni də gördük. Üçüncü səhifə, yəni 3 dəfə bu səhifədən 3 dəfə əhs alıblar. Əslində burada bir şey yoxdur. Burada da boş səhifədir. Burada da boş səhifədir. Əvvəli də ya Əli, ya Əli, ya Muhammed kimi dedik, tarixdə qoyublar. Burada 1323 Əhmədül Həsəni. Ehtimalən Əhmədül Həsəni adında bir adam əl yazması ilə xoşnevisi deyirlər da, gözəl yazma desək, nə bilim indi nə deyirlər ona. Gəldik, görək burada nə var. Möhr, kitabxananın möhrünü gördük, onu da biraz oxuyan kimi olduq, amma görək ki, Bismillahirrahmanirrahim. Həmd-i bihəd ol mütəkəllimi nütq afərinə ki, səfini ummid siqal, ummid سکان بهار امید سکان بهار بهور نظمینی تموج استخراج و شعر و شعرا یتبعهم الغاوون ile مستغرق گرداب هرمان etmiş هرمان ایمش هرمان مستغرق girdab hirmani imiş iken ve silsile istisna üllezine amenu bir xub şeiri İslami səhih. Bunlar sıralar yazılıb ha, bunlar hətmən bilmirəm əlbəttə. Şeir İslami səhih və salimi sahili bixani hilmiyeş imkanı آبکن ایکن خانه به خانه حلمیش ایکن و سپاس بیگیاس اول نازم زمین و آسمانه که بسمله نظمین افسر فرق فرقان ادب مزرعه گروب اهل عرفانه نهال مبدت کلام موزون tilmiş, itələmiş anlamına gəlir burada. Burada keçir, əcəba səhvə cırılıbdır, yoxsa şey olubdur, keçir şeirə, yəni naqis qaldı, gərək burada bir şey deyəydi. Zehi savni ki, ehtimalən o gətirdikləri, o söz ki yazdı, onlara şey gətirir. Misal gətirir şeirdən. Zehi savni ki, loh-i can çəkmiş xanə tevfiqi əzəldən iqtizai nəzm can təru rəqəm qılmış. Əzəldən iqtizai nəzm can turur rəqəm qılmış. Limali şeiri, indi bunlar bəzən heç bunu bilmirəm nə mənəsi, mümkünül olmur ölümdən andən. Ehtimalən kəmal oxuyacaq. Kəmal-i şeiri, bu nə mən oxuyaq bunu? Səbi oxunur, amma bu şeir səbi olmaz ki. Mümkün olmaz ölümdən andən ya ölümdən andən ana şeir bir cür yazılıb ki, oxuya bilmirəm dostlar. Yəni xətti oxuya bilmirəm.
xətt bir əvvələn çox bilmirəm dostlar görsələr kəlmələr bir-birinin içində yazıblar. Bir də məsələn bunun hərfi kamil bəlli deyil ki, nə olacaq. Məsələn bu ana indi burada bir mim görürəm, 3 dənə nöqtə görürəm. Məsələn bu əcəba engamiş, məsələn engamiş. Biraz bu xəttiyə müşkülüm var, amma ehtimal verirəm ki, ehtimal çox yuxarı verirəm ki, biraz oxunsa bu xəttə gözüm adət elərsə təbiətən ola bilər. Ki təb-i nəzm-i lütf əhəmməş kərəm qılmış. Bunlar dedim, yəni çox əcib yazılıbdır. İcazə buyurun bu səhifədən keçək, görək o birisi səhifədə bir şeir var. Nə oldu, niyə bu naqis getdi? Tamam, bu şeiri məzmun və ma əlləmnahul əs-sə'ru və ma yenbəği ləhu ilə mərdud təbayi qılmış və lisan-ı hikmət bəyani ən innə minəş-şe'ri ləhikmətun təqrir dilpəzir ilə məqbul qulub əhl hal etmiş və bənayı biriyaul və sənayı ehtimalən olacaqdır, nöqtəsi yoxdur. Və sənayı biriyaul qafiyə-i nəzmi ənbiyaya ki, ədəmi iltifatləri ilə rütbə-i şeir mayi əbanətdə qalmış və səadət-i ənsab ehtimalən gərək ənsab oxunaq, nöqtələri yoxdur, kamil. Yenə burada şeir ilə davam edir. Şərifləri ilə əl-cümlə dərəcəyi etibar imiş, oldur dürci ana əfsəhun ki hikməti dayəsi. Hikmətün ayəsi ehtimalən. Əgər o cür olsa. Şeir-i şəhd ilə ləb-i can pərvərin bir qılmış. Şeiri bir zivərdür, amma tir kimi naqislərə. Amma nə mənə burada oxunar bu? Bir kimi naqislərə. Burası oxunur, amma orada nə mənə kimini oxumaq olmur. Ol ki kamildir, anı muhtac zivər qılmış. O həsədi, o həmd-i mürsəl andır an ki dür aləm. Əhməd-i mürsəl, bunu beləsi oxuyaq, o vəsətdə o ehtimalən bilmirəm o nə mənədə orada düşübdür. Əhməd-i mürsəl an ki dər aləm, هرچه باشد طفیل خلقت اوست رتبه شعر هم از اوست بلند. Şeirin birazı Türkçe yazılıb, birazı Farsça yazılıbdır. Ol ki kemalidir, anı muhtacı zivər qılmış. Misre-i əvvəl, beytin davamı Əhmədi, o Əhməd olacaq, yox. Əhmədi mürsəl an ki dər aləm, هرچه باشد طفیل خلقت اوست rütbe-i şeir həm əzust bulənd. Burada biraz nəzərimə gəlir ki, şeir də olsa qafiyələr dəydi bir-birinə məncə yaraşmadı. Yəni bu bir-birinə gəlmədi. Biraz dalqabaq olubdu. Ehtimal verirəm ki, hərçə başət tufeyli xilqət us rütbe-i şeir həm əzust bulənd. محکی جوهری نبوت اوست اسنا علی خیر
ənami Muhammedin və alih. Yenə burada görürsünüz ki, məncə cür gəlmədi. İndi bunu nə cür yazıblar? Mən şair deyiləm və kitabla da tanış olmadığım üçün fəqət deyə bilirəm ki, mənə çox da ağlıma batmadı şeirin bu cür gəlməsi. Misrələr bir-biri ilə oxumadı. Yəni bir beytin misrələri məna olaraq, düşüncə olaraq davamı deyil. O cürsü. İhtimalən burada Ləsəffü duca beyza o cemaluhu sübanihi rəfət mədaricu qədrina bəxtiyanə aleyhi. Burada nə yazıbdır? Gene də bunu da oxuya bilmədim. Və alihi raqimi təsvidat səhaif usyan fuzuli natəvan və bu tərzi bəyan, bu tərzi ilə bəyan hal və bu nəhc ilə şərh mafil bal edər ki, çün zورقی vücudum بادبان طبیعت bir ilə dəryای tüfuliyyətdən sahil idrak və həssasiyyəti və təhrik olacaqdır etibarən. Təhrik hava və həvəs ilə atəş şوق iştiğal bulub hərarəti can cəhanə təsir etdi. Raiz can cismal və kəmal. Görürsünüz, burada mən cismal oxuram. Yəni, raiz can cismal و kəmal mənəvi انانبوسی اقبالمی جانب آداب منعطف قلوب و آفتاب حلمت جوهر تبعیم اثر تحصیل معارف salıb rəğbət kəsb edib. Bu kitabın əslində bir ayrısını oxumuşuq. Mən bunu indi nəzərimə gəlir ki, bunu mən qəblən bir ayrı kitabda oxumuşam. Bununla əslən çox mətləb həməndir, amma yazı formatı fərqlidir. Yəni, məsələn, burada şeir yazıbdır, burada bəzi kəlmələr yazıb ki, o kitabda yazmayıbdır. Kaş eləyə biləm, əlbəttə görsəm ki, odur, müqayisə elərəm. Yəni, gətirirəm, o kitabı da açaram, bundan bərabər üzə qoyub görsədərəm ki, harada, nə qədər bu İranda yazılan kitab fərqli yazılıbdır. İqbalcun adab-ı münətif qılıb və aftab-ı hilmət-i cövhər-i təbimə əsər-i təhsil-i məarif salıb rəğbət kəsb adab. Burada bir şey yazılıb, silinibdir. Bu iki səhifədə silinib. Külli bəxtim hünər-i həvası ilə açıldıqda, yəni açıldıqda mədən-i cəvahir-i iktisab nəcür olur? Bu səhifə qutarır ki, yenə ağ gəlir. Həman səhifəni bir də salıbdır. Calib budur ki, vəsətdə bir ağ səhifə salıbdır, sonra həman səhifəni bir də salıbdır. Bəli, həman səhifəni bir də əksini salıbdır. Bəs bu kitabda çoxlu tikrar var. Bura haradır? Tikrar, bu kitabda çoxlu tikrar var. Bu bir səhifə, bu da bir səhifə. Bax, yenə də ağdır. Vəsətdə bir neçə səhifə ağdır. Bunlar səhifə hesab olur PDF-də. Bəli, PDF-də bunlar səhifə... Yox, hesab olmur. Bu 6, 7, 8, ağ getdi, 9. Tamam. Bura gəlir. Lemaliyim bir dəbistan-ı cənnət nişan idi ki, kəmaliyəm. Ehtimalən hardan gəldi bura? Baş tapmadım. Yəni, o səhifədən necə gəldi bura? Cövhər-i iktisab kəmalim bir dəbistan-ı cənnət nişan idi ki, səhn-i lütfi, sənh-i lətifi, süfuf-i qilmanə, xuld-i bərinidən cəhr verirdi. Və mətlə-i husul-i iqbalin bir milləti mühəzzəb edə ki, qəzayı
şərifi sərvi qəddi səmən birlərlə çunan murdəsin tüyürdü, yetürdü şayət də. Ya çoxca əcib yazılıbdır. Bilmirəm, heç oxuyublar, oxumayıblar bunu. Səhn-i lətifdir. Sətv lətif در sətv lətifdir o vی خوبان نشسته صف صف صحن لطیف در روی خوبان نشسته صف صف صحن لطیف و در وی خوبان نشسته صف صف دیدارشان مبارک همچو سطور مصحف خورشید لوحنن چون مه نهاده در پیش خورشید لوح تک احتمالاً چون مه نشاده در پیش برگ کتاب چون گل هر یک گرفته بر لب بر لف احتمالاً باید بجور okunsun. Amma hənuz əvvəl nurəslərə ol növləslərə və növləslərə nəzakət təb'idən tab iktisab dəqaiq ulum və taqət müşəqqət təlim həqaiq hədd و rüsum olmamış محفل بهشت آثارlarında həmişə əş'arı aşiqanədən qeyri nəsnə oxunməzdi və mütaliə etdikləri əvraqıda cigersuz qəzəllərdən qeyri bir xətt bulunməzdi. Şeir bir məşuqdur, hüsn-i ibarət zivəri. Cani dildən nazenin معشوقlər aşiqləri. Ol taife-i girami müdavimət sənayi əş'ar və müvazibəti lətayif güftar ilə hüsn-i halətdən hüsn-i گفتار ilə hüsn-i halatindən vüquf bulmuşlardı və həm eşq-i kəmalatindən xəbərdar olmuşlardı. Tamam, الان yavaş yavaş bu üç nöqtələri təşxis verə bilirəm ki, nədir? Ey xoş ol kim təb'i mövzun ilə بهب شعر edib bəzmlərdə vaqifi məzmun əş'ar olələr. Dimdən fəhm eləyənlər dimdən fəhm erənlər keyfiyyət əsrar eşq demeden fəhm erələr edələr. Demeden fəhm edələr keyfiyyət əsrar eşq aşıq biçarə halindən xəbərdar olələr. Bəllə sübhəyi həbliməttə rəhi və razil. Bu rəhd edəyi روز ازل بله sübhi habletmede روز ازلden katibi geza harfi mehabbeti nazm raqm qılmışdı. Nazm rəqəm qılmışdı və hədiqeyi xilqətimdə hidayət-i fitrətdən toxmi məbəddət mevzuniyyət əkilmişdi. Ol məcmuənin səhabi imşiracindən
nəhali təbüm nəm çəkib izhari asari istedad nəzm etdi və ol məhfilünün həvayı ixtilatindən ehtimalən sərsəbz olub məzrəəmiz açmədə gül məzaq şeir yetdi şahidi nəzm səraپərdə qüvvətdə anlən qıldı ol bəzmi görüb fəsli fəsasində haram Ğunçələr güncülünü açmağa lətayif birlə bülbül verdi səba rüxsət təqrir kəlam Lacərən əndəli be şeyda kimi sərməst oldum və ol güllərə qarşı tərənnüm etməyə istedad fitrətdən rüxsət buldum üfüqi təbimdən hilal mevzuniyyət tulu edib və ol xurşid vəşlərdən iqtibas nur şoqlərindən günə bunların bir çoxunu şeylə oxuram. Yəni cümlənin rivalı ilə oxuram. Xəttinə çox diqqət eləmirəm. Bəcərinə bəzisinin nöqtəsi var, bəzisinin nöqtəsi yoxdur, bəzisinin dəndanəsi əslən yoxdur. Amma şeydir. Və ol xurşid vəşlərdən iqtibas nur şoqlərindən məsələn burada bunu həmzədir, l-dir, vavdır. Mən lündən şoğlündən gəlir oxunaq məsələn. Günə indi burada mitrayda oldu az müddətdə indi mütezayid oldu az müddətdə əşəi ənvar nəzm ilə aləmdə çox şəhərlərdə dildəndi siyyət fəsahəti ilə sözüm tutdu aləmi bu siyyətdir ehtimalən siyyət olsun çünki ayrı bir şey oxunmur siyyət fəsahəti ilə sözüm tutdu aləmi ben məhd etibarıda tifli zəbun hənuz buy xoşumlə oldu müəttər dəmağlar ben nafi vücuda bir qətrə xun hənuz bunları o birisi kitabda çox oxumuşduq bunların bir çoxu bu cüzü yazılmayıbdır zamanı sodayı şeiri sair əf'alimə qalib düşüb bunu özü yazıb öz haqqı adında yəni öz haqqına görə yazıbdır ki, mən nə cür oldu şeirə üz gətirdim, onu yazıbdır. Amma burada o küllən fərqli yazılıbdır. Yəni, düzdür onun dilindən yazılıbdır, amma fərqli bir sözlər. Zamanı sodayı şeir sairə əf'alimə qalib düşüb, güruh leyli vəşlər məznun kimi istima üçün başimə aşıb, şairlığım müqərrər oldu və avazı nəzmimlə aləmlər doldu. Təbiət şöhrə şəhr olmağa meyli tamam idi. Əsli şayət. Təbiət şöhri şəhr olmağa meyli tamam asli. Nə pinhan eyliyim sodani rüsvay aləm əsli. Və bu calə müqarin, bu çalə olacaq ehtimalən. Və bu çalə müqarini məşşati himmət rəva görmədi. Və bu çaləyi müqarini məşşati himmət rəva görmədi ki, müxəddiri nəzm pirayə məarifdən xali və məsələn bu xali yazıbdır. Xali və mənsəbəyi dəhri xəlq ilə
دهر خلق گیله دهر جلوگیله و صراف استعداداتی علو رفعت رضا vermedi ki rişte şiirim cevahiri ilmimden ari gerdenbendi alem ola. Zira ki ari burada arini elif eyniyle yazıbdı. Hemen o türküdəki ari yazılır, o mənada yazıbdır. Cəvahiri ilmimdən ari gərdənbənd aləm ola. Zira ki aləm elmsiz şüəra saysız divar olur. Sayəsiz olacaq ehtimalən. Zira ki elmsiz şüəra saysız divar olur. Və asassız divar, əsassız ehtimal, yəni bünövrə, asassız divar olur və asassız divar gaye bi etibar olur. Mayi şiirimi mayi ilmiden muarra mucibi ebanet bülüb və elmsizdən qalib bir ruh kimi tənəffür qılıb bir müddət burada bir kəlmə yazıb ki, oxuyam, əhbabım bir müddət sərfi orada bir şey yazıb oxuya bilmədim. Hesabım həft hesabım bir müddət həft hesabım ehtimalən beləsi oxusun. Sərf iktisab ulum əqli və nəqli və hasili ömrüm bəzli iftina fəvaid hikəmi və hindəsi qıldım. Murur ilə ləali əsnaf hünərdən şahidi nəzmimə pirayələr mürəttəb qıldım və tarix ilə tətəbbü təfasir və əhadis edib fəzilət şeirə məzəmmət isnadi və töhmət olduğun bildim. Şeir zoğündən olmayan vaqif əhl-i nəzmi məzəmmət eyləməsin. Kendi vəchi ilə etiraf etsin. Mərkəramata səcər söyləməsin. Səhər sehr söyləməsin. Mərkəramata sehr söyləməsin. Bu kitabı dəqiqən deyirəm, bunu qabaqcan oxumuşuq. Mən əslən ona bənzəmir. Yəni, onun dili ilə həmanı yazıblar. Amma fərqli sözlərlə. Əl-qissə əsbab ixtira funun şeir cəm olub müqtəzai zuhur asar olduğu zamanlarda ki hər dəm dəst qədərim muxtəraat məsnuədən gərdən kainata bir həmayil asardi və hər saat səbah təbiətim səyyah təbiətim hədaiqi müəllifat bədiədən bir gülüstanə qədəm basardı, bir gün bir nigar meşkin xətt dani xalinə müşk için dəqiqən həmandır bura. Çin demək xəta idi və zülfü rəşkindən nafi tatarinin ruzgari sərv nazləmi xəraman bən افتاده سینه سایه مرحمت saldı. Məni افتادəsinə sayi mərhəmət saldı və şirin kələmatləri ilə xatir sorub gönlüm aldı. Əsnai musahibətdə və hini
محاوره dedi ki ey şükufe bostane fesahat ve ey nuresi nobadi behari hüsnü ibaret به حمدالله که اراده توفیق سبحانی و مشیت تعییر ربانی ممالک فنون نظم نثر تسخیرین sana müyesser etmiştir ve nöbeti riyaset iklimi suhan tedriciyle ya ihtimalen tedribesiyle yani burada suhan tedribehiyle okunmadı sana yetmiştir ve eğer Arap'da ve Acem'de ve Türkü'de yegane kamiller çoxdur amma sen kimi cemi lisane qadir ve cemi funun nezm ve nesre mahir yoktur. Bu hala ki miftah zabanın ruy روزگاره ابواب فیض açmaktadır و قواس طبیعتون خاص آمد دریای فصاحتن جواهر çıkarıp saçmaktadır اهالی عالمدن بعضی لعالی منشآت و معما سیندن بهره ve feyz almışlar ve bazı Farsi gazellerin nakş zemir etmişler ve bazı azni gazellerin Gazni ihtimalen Gaznavi yani o bazı Gazni gazellerinden zevk bulmuşlar haşa ki Türkzadi mahbubler feyz nezminden behremend olmayalar ve taifi etrak sahibi mezakleri bostan kelamından şukufi divan gazelin bulmayalar bu sebepten terh binası tabiatün قابل قصور ola ve bu vasıtadan istidai kemalün rıhne bula. Şimdi ben bunu burada kamilen müteveccih oldum ki kitap o kitabından ki aynı bu mövzudadır çox fərqli yazılıbdır. Fərqli kəlmələrlə yazılıbdır. Ya bu əslidir ki, mənim nəzərimə əsli deyil. Çünki bunun bir çox yeri oxunmur və bir çox yeri şairin şeirləri ilə getmir. Eyni halda onunla da mən bunu müqayisə eləmək istəyəcəm. Yəni müqəddəməni oxuyayım, biraz da vaxt qoyacağam bu günləri bu iki kitabı bir səhifədə açam və müqayisə eləyək görək ki, nə qədər dəyişdiriblər. غزل در صفا بخش اهل هنر غزل در گل بوستان نظر غزال seydi asan değil غزل münkiri ehli irfan değil غزل bildirir şairin kudretin غزل altırır nazimin şöhretin gönül gerçi eş'are çox zevki var غزل resmin hamleteden ihtiyar, cümleden ihtiyar. Gazel resmin et, cümleden ihtiyar. Burada indi bir şey yazılıb ki, oxuya bilirəm. Ki hər məhfilün zinətidir qəzəl. Mən bu cür oxudum. Ki hər məhfilin zinətidir qəzəl, xirədməndilər sənətidir qəzəl. Qəzəldir ki, məşhur dövran ola, oxumaqda, yazmaqda asan ola. Əl-Haq bu kələmat-ı dilpəziri ki, ol binəzirdən eşitdim, məzmun-i kəlamın məhz-i nəsihət bilib, iltimasına iqdam etdim. Amma iktizai zaman kemal توفیق بود
کمال توفیق budur عموما اهالی غز یا از اهالی غر یا az olsa yəni həmin o öz kimi yazılır eyninə. Odur. اعتباردن خصوصا بلغای روم و فصحای تاتاردن ki əgər şahidi hüsnü ibarətimdə ol diyarının alfaz ibarətlərindən zivər olmaya və muxaddiri nəzmim ol mülklər lətayif və zərbül məsəllərdən zinət bulmaya məzur buyurələr. Zira ki hər mülkünün elinə ariyyətdən ar gəlir və hər taifədə hər kim var isə tətəbbü etibari mucib ibrət bilir. Bu diyarının istilahati qeyri məqdur olmamaq üzrü xahimiz yetər. Bihudə təərrüzdən nə bətər بیهوده تعرضدن نه بتر لله الحمد والمنه ki xaki Kərbəla sair məmalikinin cəvahirindən əşrəf olduğu məlumdur. Rütbə-i şeirimi hər yerdə bülənd edən həqiqi bu məfhum ilahi və bu məhəbbət nami və bu fərzənd dilbənd girami ilə زاده طبع فسونساز و نتیجه ادراک سحر پردازdır. متعه عجز و نیاز و بدرقه سوز گداز birlə عزیمت غربت etdi və cəvahir məni verib əqmişəyə qumaşlar, əqmişəyə təhsin almağa fəzai aləmə məhmil ticarət yürütdü. Neçə kim tevfiq inayət həmrah edib vadi eybidən badiye şuhudə yetirdünün nə diyarətiyə və nə vilayətidə müqəddəm şərifin mübarək və meymun və müşahide lütfün xücəstə və humayun eyləsin. İlahi bu məhbubi ziba və bu şahidi rə'na ki məşşate lütfünün ruxsarinə zinət vermişdir və hillə-i tevfiqinin پیراهن جنین پیراهن حسین کماله yetirmiştir. Ya cebindi ya hanin. Pirahe hanin kemale yetirmiştir. Umumen ehli fesaden ihtimalen hususen 3 taife-i bednehadiden hasni cemaatinde himayetinde husni zindan mənisindədir ya şey mənisindədir qələ hisni himayetində məhrus və məsun əhli edəsən. Biri ol katibi naqabil və mümilli və cahil ki xame-i muxalif təhriri istiğnadan ruxsat vermədik sərrafi xurdi nəqd oqatini təsanifi mütəbər etməkdə ikən bu xəruyata zayi edə. Bu cüzveyatı zayi edə və şəhbaz təbiət müəzzəm seydiləri
dururken bu muxtəsər şikar ardınca gedə naçar məhmili dəqiqən o kitabdır. Mən indi onu tapım çünki buradan bunu qabaqcan oxumuşuq. Şeirlərinə bir baxaram, amma gedim görüm bunun əcəba tapa bilər miyim? Bunun o birisi kitabı ki bu Həzrətdən var idi, onu tapa bilsəm. Tamam, mən fikirəm ki Kəşfullah fi Sifətil Mustafa xəttəl yazma. Görün bu nədir? Yox, bu deyil. Bu deyil. Uruz Türki. Gedəcək qabaqçı həftələrin kitablarına. Rəbb şrəhli Füzuli. Umaram ki bu olsun. Həqiqətü Suəda əvvəlləri heç bu kitabı nəzərimə oxumamışıq ya, nədir? Mənə taza gəldi bu kitab. Rəbb şəhli sədri və yəssirli əmri və əhlul uqdətən min lisani yefqahu qawli. Oxumuşuq. Ya Rəbb rəhi eşqində bəni şeyda qıl, əhkam-ı ibadətün bənə icra qıl, nüzzari sənət sünündə gözüm bina qıl, ovsaf-ı həbibində dilim güya qıl. Həzrəti Məliki mütəali muqtedir və mun'imi mütənəimi mütəkəbbir əzzəmi sultanəhu və əzzə şənə kitab vacib təkrim və kəlam lazım təəzimində meydan məhəbbət bəlaçişlərin və badi iradət mütəəttişlərin bu xətab müstətab sərəfraz etmiş ki lənəbbvənəkum, yəni ey şah rahi sədaqət sübat qədəm dəvasını qılarlar. Bu bir-iki səhifə gedək qabağa görək ki, əcəba orada özünə görə bir şey əgər bu yazsa, yəni hər taifə ki məhəbbət məbudə ixtisas bilə müqərrərdir ki mehnətə əsir və bəlaya giriftar olə. اما مراتب ولا مجازی درجات بلادür و معراج بلا موافق طبقات ولا. Bu nüktəyə müşər və bu mənəyə müxbir oldur ki, Həzrəti Risalətdən sual olunduqda ki, ey ənnasu, əyyün nasə əşəddül bəlai. Bunları oxumuşduq, bəli, bu kitabı oxumuşuq. Amma biraz gedim qabağa görüm ki, aya Həzrəti Füzulinin haqqındadır, yoxsa yox. Əd-dünya məzrətül axirə muqtezasınca ruzi rizvanə ol tuxməki nəticəsi asar tənəumat behişt baqi ola və ol
Nehalün semiresi asarul lezzati neimin muabbed olub intifai seyran gehr ilahi qıla qət'ə xaç paç Kərbeladır ol mübarək buqəkim anə təhsil mətalib eyləmək asan olur. Rəşqi dökmək, çəkmək zayə eyləməz روز حشر ضایع olmaz روز حشر کامبخش چشم پرخون و دل سوزان olur. Yenə də bu hələ ora deyir. Bu deyil, bu o kitab deyil. Ələl Musa. Bu kitab o kitab deyil, amma mən %100 əminəm ki, bu kitab ki, bugün başladıq oxumağa, bu kitab aynı o qabaqcan oxuduğum kitabdır, amma çox fərqli. Mən icazənizlə bir baxım daha görüm, bir ayrı kitab görə bilər miyim? Şərh-i Bəharistan şeydəndir, bu yadımdadır. Onu oxumuşduq. Bundan sonra idi ya bundan qabaq idi. Mən indi onu Nə'tir Rəsul çox əcibdir. Mən o kitabı niyə tapa bilmirəm, amma Minarul Qəmər. Minarul Qəmər deyil miydi? Yox. Yox, deyil. Şərh-i Bəharistandır bu da. Bu deyil, bu qətən deyil. Bunu oxumuşam. Şərh-i Bəharistan. Bu da deyil, yox, bilirəm, bu deyil, onu aşmağa dəyməz. Elə o üstü olacaq. Tapa bilmədim kitabı. Gəldim yenə həman yerə yetişdim, amma bura yetişdim. Amma onu tapa bilmədim.
Bir burada yazım görüm. Fuzuli. Harda bunu bir Fuzuli. Hadiketü Seda Türkiye. Tamam. Bu olacak. Bu olacak, bəli. İndi mən bunu biraz kiçildim. Bir de bunu açım. Hara getdi bu? Burasına ne geldi ki açmıştık? Ha, buradadır. Tamam. Bu da Fuzuli'dir. Rabb şəhri şey dedik, o şeydir. Kəşfül Huda fi Səfədil Mustafa. Fuzuli. İndi eləyə bilsək bunları ayıraq bir-birindən yaxşı olar. Tamam. Allah Allah. İndi bura əgər baxsaq, mən fikirlərim elə bu olacaqdır. Biraz oxusam. Bu ibarət səadət məvidi mənquldur ki, mən əhəbbə o əhəbbə səbbə lihi. Olmuşdu da bunlar. Anda təhsil mətalibə eləmək asan olur. Əşq dökmək, ah çəkmək zayə öyləməz ruzi həşr. Aha, gəldik, oraya yetişdik. İndi bunları nədir? Bir-birinin dibinə qoyaq, bunu oxuyaq. Əgər bunu biraz keçsək dalıya. Sərf edərkən ey qovm məsayib cəm əzminə və ağaf oldum və nəvaib məcab ətlaf ittila buldum və axi Kərbəladan əsəb və hadisə mətnə oldum, olmadım və ondan əzəm müsibə mütaliə qılmadım. Həqqa ki Həzrət Hüseyin məzlum şəhid olduqda, Həzrət Hüseyin məzlum şəhid olduqda 7 əflac qan ağladı. Dedilər ya Əba İshaq, hərgiz əflac qan ağlar mı? Dedi veylikum en qətələl Hüseyin əmrun azim, yəni ey bir dərdilər qətl Hüseyin əmr azimidir zira. Bura indi gedək o şeyə, o xanımı ki görübdür, ona deyib də onu tapsaq
Əgər tapa bilsəm, yəni bu hazırlığım yox idi. İndi bunu da gərək biraz hızlı baxıram, görüm eləyə bilsək, ora gəlsək, çox yaxşı olar. Ehtimalən o deyil, bəlkə də o deyil. Çünki burada məqtəl kimi bir şey yazılıbdır. Ehtimalən bu deyil. Ehtimalən o deyil. Füzuli xətti 0 Füzuli. Bunu oxuduq, amma bu o deyil. Bəngi Badi Füzuli. Həmandır. Tapa bilmədim. Çox heyf olsun. Amma məncə bu həman kitabdır, amma bir fərq ilə ki, burada fərqli bir görüntü ilə üzbəyüzük. Məncə çox fərqli yazılıbdır. Eyni kitabdır, amma çox fərqli yazılıbdır. Burada müqəddəməsi qurtulur. Keçək şeirdən bir-iki dənə oxuyaq və Allah təbarək və Teala Bismillahirrahmanirrahim. قد انار العشق للعشاق منهاج الهدی سالکی راه حقیقت عشق eylər iqtida eşqdir ol nişa kamil ki andəndir mudam meydə təsvir eylər təsir səda meydə təsvir cərarib də təsir səda oxuya bilmədim. Vadi vəhdət həqiqətdə məqam eşqdir. Vadi vəhdət həqiqətdə məqam eşqdir. Kim müşəxəs olmaz, ol vadidə sultandan ceda. Eyləməz xəlvət sərayı sirru cədb mücrimi ya məhrəmi. Eyləməz xəlvət sərayı bir sirru cəzb məhrəmi aşıqi məşuqdən məşuqə aşıqdan cüda. Ey ki əhli eşqə söylərsən məlarikin et. Oxuya bilmədim. Xətti oxuya bilmədim. Hər halda
Bu kitab da xətlidir, amma mütəəssifanə eləyə bilmədim ki, biraz da düzünü axtarsaz yoruldum. Yəni o kitabı axtarmaq məni yordu. Biraz stresə girdim əslində. Görün bunun o müqəddəməsində bir tarix qoyub deyə yox. Pak etimadə olsun ki, bu nurəs şahidlər müşahidə qıldıqca əlasına Cəlili Əl-Hüseyn ilə təhsin ilə Cəlliyə təhsin ilə cəmali ba kəmalinə zinət pərvər və ədnasın şan mürəvvət birlə zülf xətasından üqde-i İyubin xəncərüb ayini qüdrətdən siqəl ehsan ilə nüqsan-ı qubarın götürür. Vallahül mü'minül müstəan. Tarix yoxdur. Gedək görək axirlərində bir tarix varmı? Bəlkə yazan buna bir tarix qoyar. Yəni məncə bu kitabın ərzişi vardır ki, bu iki kitabı bir-biri ilə tutuşdura adam görə ki, hangisi doğrudur. 1323. Bu yazıldığı tarix 1323-dür. Aşağıda bunu yekəldim görsənsin. Aha. Okey. Aşağıda şeirin yap aşağısında 1323 tarixində bu kitab yazılır. Yəni bu əl yazma 1223'dür. 1300 dedim mən. 1200 kitabın azılı Fuzuli. Tamam. Xəttidir. Yazılması. Yəni o adam ki yazıbdır. Bir dənə də burada 118 vərəq. 118 vərəqi də görürük burada yazıb altında. Salıb bir dairə, beyzi kimi bir şeyə. Səniyə 1223-də də bu əl yazmanı yazıbdır. Məclis-i Şurayı İslaminin möhrü də təsis neçədir? 1202. Tamam. Bu cürsü bir kitab oldu, əl yazma. Nə qədər keçir üstündən? Əgər bunu bu günləri desək, bu günləri ayın, ilin 1447-dir. Ondan çıxsaq 1223 gələr. 224 il öncə 224 il öncə kitab əl yazmasıdır. Tamam. %118 vərəqi də burada yazıbdır. 119-u da əlbəttə görürük burada yazıbdır. Həm 117 var, həm 119. Hər ikisi var indi bu səhifədə. Cəlibdir ki, belə bir vəziyyətdədir bu. Bu da cildidir. Tamam, buradan da çıxsaq, indi gələk bir-iki dənə də şeirin eləyə bilsəydik oxuyaq, yaxşı olardı. Görək bu şeirin əgər əvvəlini tapsaq, aha, buradan. Gəlir o sərvüsühi ey gül lalə çələng. Çələng, dostlar, bu dəstəgül tuturlar ha. Məsələn, toya, sevdiğin bir insana bir dəstəgül tutursan, aparırsan. Allah uzaq eləsin, bəzi ölülərin əza məclisinə də aparırlar. Xüsusən son zamanlarda Təbrizdə dəb olmuşdu ki, o gülləri təzəşdən qeytərirlər yenə də həman gülxanıya, o gülxana satır.
xeyriyyə gedir. O da var. Məsələn, onlara çələng deyirlər. Gəlir ol sərv səhi ey gül lalə çələng vey məhi mehri xücik qüdrətə nəzzarə qıləng ey məhi mehri. İndi burada 2 dənə x görsənir ki, bunların xik qüdrətə olmaz ki, mehri xixin qüdrətə nizarə qılınq əzm bağ eyləmiş ol sərvəran ey güllər bir nisar edə görün cəm'i nəlindir yələng. Səba ol zülfü tiradikcə təşvişim ziyad eylər. Səba ol zülfü titradikcə təşvişim ziyad eylər. Sıqın bətər etmə kim bəğrimdə dür başı bu qullabın ehtimalən. Dərü divar nigar Gustax yüz sürmüş. Yox, oxuya bilmədim. Biraz da yoruldum. Çox sağ olun. Umarım ki, Türk dilinin dəryasının bu cür xətləri oxumağa da cəsarət tapa bilək, zəhmət çəkək və oxuyaq. Biraz da nəzərimə gəldi ki, yəni yorulmağımın bəlkə bir səbəbi də bu oldu ki, biraz xətti oxuya bilmədim, burasını deyim. Bir də nəzərimə gəldi ki, bu kitab çox əl aparılıb içində. Yəni o adam ki, bu nüsxəni yazırmış, bu nüsxə 1223-cü ildə yazıbdır. Onun içinə çox əl aparıblar, çox özlərindən bir şey. Çünki mən bu kitabı dəqiqən oxumuşam qabaqcan bir ayrı nüsxəsini, çox fərqli gördüm bunu ondan. İnşallah ki, taparam, ikisini bir-birinin üzünə qoyaram, bir cələsə onu göstərərəm ki, nələr keçibdir, nüsxə yazanlar neyniyiblər. Hər halda olan oldu, yəni yetər bugün. Sizi Allaha tapşırdım. Allaha şükür olsun bu günləri daha bir gəncinə ilə tanış olduq. Bundan belə ki, nəzərimə biraz fərqli gəlir, amma gəncinədir. Yəni, bu iki türklər yazıblar və türk dilində yazıblar və türk düşüncəsini yazıblar. İndi bunun içində əl aparıblar, o bir başqa məsələdir, onu baxmaq olar. Sağ olun, sağ qalın, Allah